Son dövrlər Şirvan şəhəri kommunal kombinat müəssisəsi ilə bağlı sosial şəbəkə istifadəçiləri tənqidi fikirlərini bildirməkdədir. Belə ki, qeyd edilir ki, məişət tullantılarının vaxtında götürülməməsi və gecikmələrlə bağlı çətinliklər mövcuddur. Məsələyə tam aydınlıq gətirmək üçün biz də Şirvan şəhəri kommunal kombinat müəssisəsinə yollandıq. Bütün suallara cavab tapmaq üçün onların mövqeyini öyrəndik. Reportajı sizlərə təqdim edirik. Ümumiyyətlə, Şirvan şəhər icra hakimiyyətinin kommunal kombinatı müəssisəsi olaraq biz bəş məişət tullantılarının yığılması, təmizlənməsi, daşınması və zərərsizləşdirmə işləri ilə məşğul oluruq. Bu əhalidə də narazılıq edən bəzi sosial şəbəkələrdə yayılır ki, deməli, falan yerlər zibillənib və yaxud da ki, bu da bu insanlar deməli şəhər icra hakimiyyəti başçısının dislokasiyası əsasında hər bir yerə, hər bir ərazinin müəyyən yerlərinə zibil qutuları qoyulur. Bu insanlar isə bu zibil qutularını gətirib zibilləri tökmək əvəzinə gətirib ətrafa arabalarla gətirirlər. Hətta bizim vəzifəmiz yalnız deməli bəş məişət tullantılarının daşınmasıdır. Görürsən, heyvan kəsirlər, bütün dərisini, başını gətirib atırlar ora. Sonra bu mövsümlə əlaqədar olaraq, məsələn, ağacların budanması vaxtı ağacları gətirib tökürlər, bütün ətrafı zibilləyirlər. Sonra indi məsələn, tutar ki, təhəng vaxtıdır, bütün bağlarda hamıda təhəng var. Hamı götürür, bağın kəsir, gətirir, tökür zibil qutusunun böyrünə. Bu da çətinliklər törədir. Bizim də kommunal kombinatının hal-hazırda 3 dənə maşını, zibil götürən maşını fəaliyyət göstərir. Demək olar ki, hər gün. Bununla əlavə, deməli, bizim traktorumuz da var, kamaz maşınımız var. Bunlarla əhaliyə xidmət edirik. Narazılıq ondan yaranır ki, bu insanlar təyin olunmuş yerlərə tökmürlər bu zibilləri. Bu günləri Mübariz İbrahimov küçəsindən şikayət gəlib. Mən də götürəm Mübariz İbrahimov küçəsindən, hal-hazırda tək bir də Mübariz İbrahimov küçəsindən 44 min nə qədər əhalinin borcu var. Elə bir ünvan yoxdur ki, orada borcu olmayan adam olsun. İnsanlar kommunal borclarını ödəmir, ancaq tələb edirlər ki, gəlin, bilirsiniz, hər şey vəsaitin başındadır. Vəsait olmasa nə maşın işləyə bilər, düz deyilmi? Fəhlə də vəsaitlə işləyir, benzin də vəsaitlə alınır. Bütün texnikalarda bilirsiniz, yanacaqla işləyir. Yanacağı da almaq üçün vəsait lazımdır. Hökumət evlərində biraz asandır da bu vəsaiti toplamaq. Gedirsən, hər binalarda verirsən, qəbzin verirsən, pulların verirlər. Çünki fərdi evlərdə belə deyil. Bizim ən böyük çətinliyimiz budur. Və bu minvalla tək bir dəqiqə küçədə deyirəm ki, bu dəqiqə qarşımdadır. 44.440 manat 50 qəpik bir dəqiqə küçənin borcu var. 44.000 dediyimiz məbləğ yəqin ki, illərin borcudur. Bəli, illərin borcudur. Hətta bizdə var ki, bir evə təxmini bir adam başına nə qədər düşür ümumiyyətlə? Deməli, adam başına, hər bir adam başına, tutar ki, bir ailədə 5 nəfər üzv varsa, 70 qəpikdən ayda 3 manat 50 qəpik pul ödəməlidir. Lakin ödəmirlər də, fərdi evlər ödəmir. Əgər insanlar vaxtında, deməli, kommunal ödənişləri yerinə yetirsələr, biz əlbət ki, bütün küçələrə, indi məsələn bizim 477 də qutumuz var. Deməli onun 277-si 1.1 kubluqdur, 200-əsi 0.24 kubluqdur. Əgər insanlar əlbət ki, vəsaiti versələr, kommunal xərclərini ödəsələr, biz də müasir formada zibil qutularını alarıq və qoyarıq hər birinin bəlkə də evinin yanına, ya bir küçədə bir 20 yerdə. Şəhər də təmiz olar. Həm ekoloji cəhətdən təmiz olar. Nə qədər insanlara mən məktub hazırlamışam. Hər bir evə məktub hazırlamışam ki, kombinatın deməli müştərilərisiz. Doğrudur. O zibil qutularında xeyli uzun müddətdir deməli alınmadığından indi bəziləri korroziyaya uğrayır. Onlar da biz yeri gəldikcə götürürük, aparırıq deməli bizim qarajımız var. Həmin qarajda bəli təmin olunur. Gətirib qoyuruq insanlar. Gəlir, deməli, qutuları yandırırlar, ya uşaqlarımı, ya bilərəkdən, bilməyərəkdən yandırırlar. Zərər görür həmin qutular. Yoxsa icra hakimiyyətinin başçısı 1000 dənə qutu zakaz verib. Əgər onlar da vaxtında alınsa, gətirib qoysaq, yerinə mənə elə gəlir ki, bu məsələlər yavaş-yavaş öz həllini tapmış olar və insanlar da narazılığı azalar. Təyin olunmuş yerlərə töksünlər bunlar zibili. Yoxsa götürür, hərə evindən çıxır, bir də arabada gətirir,
Gətirir boşaldır. Zibil qutusu əslində boş deyil. Gətirir araba ilə qaldırır, arabanı tökür zibil qutusunun böyrünə. Bizim də adımız oruc yaratmaz. Əslində Amma şəhərin etiraf eləyək ki, təmiz qalmasının səbəbkarı məhz təmizlik işçiləridir ki, hər gün səhər tezdən onlar şəhərimizin çox zəhmətkeş təmizləyirlər. Deməli işçilərimiz var. Onlar yay vaxtı bir də görsən saat 5-dən başlayırlar işləməyə. Erkən saatlar. Bəli. Məsələn qış vaxtı 6-dan başlayırlar işləməyə. Bunlar hamısı demək kommunal kombinatın işçilərinin fədakar əməyi sayəsində nail oldu. Məişət tullantısı dedikdə bu cəmiyyət onu başa düşməlidir ki, bunun evində istifadə elədiyimiz qidaları bunlar bu artıqların ki atırlar, onlar sayılır. Onlar da bir nə bu kloxamı atıb, gətirib o zibil qutusuna atsalar bunlar belə şeylə yaranmaz, nə də sosial şəbəkələrdə paylaşılmaz. Özü də mən sizə deyim, o sosial şəbəkədə paylaşanlar var ha çoxsu. Əksəriyyətin də bu dəfələrlə müşahidə oluruq ki, kim sosial şəbəkədə paylaşırsa, sonra onun ünvanını götürürsən və gəlib yoxlatdırırsan, görürsən ki, azı 200-300 manat kommunal borcu var, ödəməyib. O adama da deyirsən ki, adam özün gedirsən, şikayət edirsən, ancaq gəl özün ödəmirsən. Baxı, hər şey gəlir, bayaq dedim, vəsaitin başındadır. Vəsait olmasa nə maşın işləyə bilər, nə fəhlə işləyə bilər. Profilimizə aid olmayan, məsələn, ağacın bizim profilimizə aid deyil. Həm də o sahibsiz itlərin də daha çox toplaşmasına imkan yaradır. Bu da insanların haqlı narazılığına səbəb olur. Gözəl vətəndaşlarımızdan xahiş edirəm ki, bu təyin olunmuş yerlərə töksünlər bu zibilləri. Biz də bir daha vətəndaşlardan məişət tullantılarını təyin olunmuş yerlərə atmalarını və vaxtında kommunal ödənişlərini etmələrini xahiş edirik. Məsuliyyətli olağın ki, şəhərimiz təmiz qalsın.